Su içəndə çalın ey şiyyələrim yada məni. Susuz öldürdülər, zülm ilə bu səhrada məni. Ana, Canım. yadımıza salaq, məsələn, bir 60 il, 70 il bundan əvvəl. Necə məsələn Məhərrəmliyi qarşılayardınız? O vaxtlar nə pişirərdiniz? Biraz o adətlərdən danış. O adətlərdən Məhərrəmliyə bir ay qalmış, uşaqlar düşərdi dəstə ilə Hüseyn vura-vura, Hüseyn deyə gəzərdilər. Bu küçə mənim, o küçə sənin. Aşuranın günü dedilər ki, qoymayacaqlar. Amma qadın vardı, gəlin vardı, öz balasını beşikdə qoydu başına, getdi qəbr üstə Hüseyn deməyə. Belə günlərimiz də olub. Qoymurdular, Sovet dövrü idi də, qoymurdular, amma ki, yenə də bundan yaxşı idi. Yenə də